İctimai televiziya və 4-cü sənaye inqilabının təhlili və koordinasiya mərkəzinin birgə layihəsi. Təsəvvür edin ki, gələcəyi proqnozlaşdıra bilirsiniz. Müştərinin nə istədiyini, bazarların necə dəyişəcəyini görürsünüz və hətta riskləri əvvəlcədən müəyyən edirsiniz. Bu güc artıq mövcuddur və adına böyük verilənlər deyilir. Başqa sözlə, Big Data, yəni böyük verilənlər müasir dövrün biznes və texnologiya dünyasının ən qiymətli resursuna çevrilib. Bəs onun əsas mənbələri nədir? Böyük verilənlər, hansı ki Big Data adlandırdığımız anlayış, böyük həcmdə olan, müxtəlif formatlara malik və yüksək sürətlə yarana bilən məlumatlardır. Biz rəqəmsal inqilab dövründə yaşayırıq və demək olar ki, data hər yerdədir. Bizim bütün sahələrdə hansısa bir data var. Sosial şəbəkələrdə data çoxdur. Bizim uçuşlarımız, bütün ödənişlərimiz, IoT sensorlar, zavodlarda sensorlar, bütün demoqrafik statistikalar, hamısı datadır, hamısı hardasa yığılır. Mütəxəssislər bildirir ki, müasir dövrdə böyük verilənlərdən istifadə olunan sahələrin sayı getdikcə artır. Maliyyə, səhiyyə, marketinq, nəqliyyat və hətta əyləncə sektorları liderdir. Səhiyyə sektorunda xəstəliklərin erkən diaqnozunun qoyulması və ona uyğun xüsusi müalicələrin tərtib edilməsi, həmçinin məsələn maliyyə sektorunda müştərilərin məlumatlarının analizi nəticəsində fırıldaqçılıq hallarının öncədən müəyyən edilməsi və bunun qarşısının alması üçün müəyyən tədbirlərin görülməsi, həmçinin risklərin əvvəlcədən müəyyən edilməsi üçün istifadə oluna bilir. Biz zavodlarda prosesləri optimallaşdırırıq. Misal üçün biz bir neçə mənbədən enerji toplayırıq və oradan hansı kombinasiya bizə daha aşağı qiyməti verəcəyi tapırıq. Onunla yanaşı biz həm də tullantıları azaldırıq, resursları daha səmərəli istifadə edirik. Böyük verilənlər sadəcə məlumat toplamaq deyil, bizneslərdə və təşkilatlarda qərarların daha dəqiq və sürətli qəbul edilməsinə imkan yaradır. Analitika vasitəsilə şirkətlər müştəri tələblərini daha yaxşı anlayır, məhsul və xidmətlərini optimallaşdırır və rəqabət üstünlüyü qazanır. Datanın bir çox dəyəri var, çox tətbiqləri var. Misal üçün, ən belə gözə gələn tətbiqi data analitikadır. O nədir? Onun böyük hissəsi vizuallaşdırmadır, dashboardları düzəltmədir. Dashboardlara nə deyirik? Bir balaca ekranda bütün bir böyük həcmdə datanı, verilənləri göstərməsidir. Misal üçün, bu zavodda, bu prosesdə temperatur qaldırsaq, prosesin axırında gəlirimiz nə qədər olacaq? Biz onu tapırıq. Amma böyük verilənlərin gücündən istifadə etmək məsuliyyət tələb edir. Böyük verilənlərin istifadəsi zamanı bir çox problemlərlə qarşılaşmaq mümkündür. Məlumatların düzgün daxil edilməməsi və ya natamam olmasını nümunə göstərmək olar. Lakin problemlər bununla bitmir. Böyük verilənlərin istifadəsi üçün və emalı üçün müəyyən bir texnoloji resursların olmasıdır. Məlumatların məxfiliyi və təhlükəsizliyi məsələsi də xüsusi diqqət tələb edir. Biz bir çox halda data fikirləşəndə biz düşünürük ki, datadan istifadə edərkən biz hansısa bir problemi həll edirik və ondan dəyər gətiririk. Amma məlumatların özlərində də kommersiya dəyəri var. Yəni ki, biz sosial şəbəkələrdə misal üçün razıyam pop-uplara basanda, oxumadan basanda əslində çox halda öz şəxsi məlumatları satmış oluruq. Ona görə narahatçılığın yeri var. Düşünürəm ki, gələcəkdə bu qanunvericilikdə daha çox onu əks etdirəcək. Böyük verilənlər artıq müasir dünyanın ayrılmaz hissəsinə çevrilib. Onlar gələcəyin qurulmasında əsas rol oynayır. Amma bu gücü düzgün və etik şəkildə idarə etmək hər birimizin işidir. İctimai televiziya və 4-cü sənaye inqilabının təhlili və koordinasiya mərkəzinin birgə layihəsi.